Salam, bugün qazların sıxlığı, nisbi sıxlıq qaz qarışıqlarına aid olan hesablamalardan sual 50-dən başlayıb sona qədər işləyirik. Baxın, 51-ci sualda nə deyir? Deyir, normal şəraitdə bərabər həcmdə götürülmüş azot və oksigen qazları. Bunların qaz qarışığının hidrogenə görə nisbi sıxlığını soruşur. Biz də dedik ki, bərabər həcmdə götürülübsə, nö bərabərdir V böl VM düsturundan istifadə etməklə nönü tapa bilərik. Burada hər ikisində V'lərimiz bərabərdir, çünki bizə bərabər həcm demişdi. Və normal şərait sözünü də görsək, bilirik ki, orada VM-nə götürməliyik 22,4. Demək ki, bizim hər iki maddəmizdə V-lərimiz eyni, VM-lərimiz eyni olduğuna görə nölərimiz eyni olacaq. Yəni, bunu bir A mol götürürəmsə, oksijeni də A mol götürəcəm. İndi həmin o qaz qarışığının hidrogenə görə sıxlığını soruşur. Bəs yaxşı, necə tapaq? Birinci M ortanı hesablamaq lazımdır. Yəni, nö1 M1 üstəgəl nö2 M2 bölünsün nö1 üstəgəl nö2 düsturundan istifadə edib M ortanı tapaq. Baxın, burada birincidə 28-i A-ya vururam. Üzərinə 32 vur A gəlirəm. Böldüm A üstəgəl A, yəni 2A-ya. Cavabı tapıram. 62-yə də böləndə, 60-nı 2-yə böləndə 30 oldu. İndi məndən soruşur ki, hidrogenə görə nisbi sıxlığı hesablayın. Hidrogenə görə nisbi sıxlıq dedikdə, həmin o M ortanı bölməliyəm nəyə? 2-yə və cavabı alıram buradan 15. Demək, mənim doğru cavabım nədir? B bəndində verilib. Növbəti suala baxaq. Deyir, sıxlığı 2,5 qram bölünsün litr olan qazın 14 qramındakı molekullar sayını hesablayın və normal şərait verilib. Biz bilirik ki, ρ bərabərdir M böl V düsturumuz var. Burada ρ-nun yerinə 2,5 yazsam, V-nin yerinə 22,4 yazsam, M-in də yerinə nə yazıram? M olduğu kimi qalır. Burada molyar kütləni almış oluruq da biz bilirik. M-i hesablayanda 2,5-i, onda 25-i vururam, onda 224-ə. Baxın, bu 100 kimi götürsəm, bu 25 ilə ixtisar getsə, məxəstə 4 qalar. 224 də 4-ə böləndə cavabı 56 tapdım. Demək ki, mənim hər hansısa bir maddəm idi. Onun molyar kütləsi 56-ya bərabər idi. Baxın, 14 qramındakı molekul sayı nə qədərdir bilmirəm. X qədər. 56 qramında isə 6,2 vurulsun 10 üstə 23 sayda molekul var. X-i hesablayanda 14 və 56 ixtisar getdi 4-ə. 6,2 vurulsun 23-ü 4-ə bölürəm. Oradan da cavabı tapacağım. Olacaq 1,505 vurulsun 10 üstü 23. Eyni qayda ilə 53-cü testi özünüz işləyirsiniz. 54-ə baxırıq, 55-i sərbəst özünüz işləyəcəksiniz. Maddələr verilib CO və C2H2. Baxın, atomlarının sayı deyir bərabərdir. Mən baxıram ki, axı birində 2 atom var, birində isə 4 atom var. Bərabər etmək üçün nə etməliyəm? Mol miqdarlarını, baxın, burada 2 götürək. 2-ni qarşıya 2 yazsam. Atom sayını vuranda nə olacaq? 4 olacaq. Burada isə nə götürməliyəm? Atom sayı 4-dür. Elə 4 qalması üçün 1 mol götürərəm həmin maddədən. Yəni 2 böl 1 nisbətində olacaq mənim burada X-im. NaCO-nun NaCH2-yə nisbətini soruşurdu məndən. Baxın, 2-ni 1-ə böldük. 55-də eyni qayda ilə. Baxın, bir də izah edeyim. Atomların sayı deyir bərabərdir. Burada 3 atom var, burada isə 6 atom var. Düzdürmü? Biz eyniyə gətirmək üçün neyini? Hər ikisini 6 götürək. 6 olması üçün bu CO2-ni 2-yə vurmaq lazımdır. 6 olması üçün CH4-ü 1-ə vurmaq lazımdır. Biz burada 6 da götürə bilərdik, 12 də götürə bilərdik və s. Ancaq onsuz da ən kiçik, belə deyək ki, nisbət şəklində gətirmək üçün ixtisar aparacam da. Burada 2 böl 1 kimi olacaq. Doğru cavabımız 55-də də A olur. Sonra digər suala baxaq. 56-da deyir, hər üç qaba CO qazı əlavə etsək, hansı qablarda alınan qaz qarışımının orta molyar kütləsi CO-nun molyar kütləsinə bərabər olar? Baxın, burada molyar kütləm 28-ə bərabərdir. Burada 32-dir, burada 16-dır. Gəlin hesablayaq. Əgər CO-nun da molyar kütləsini hesablasaq, 12 üstəgəl 16, 28 olar. Biz də bilirik ki, əgər eyni molyar kütləyə malik olan qaza əlavə edirəmsə, orta molyar kütlə dəyişməyəcək, artıq olan əlavə edirəmsə, molyar kütlə artacaq. Yox, əgər qaz qarışımının orta molyar kütləsindən söhbət edir, artacaq. Yox, əgər kiçik olan əlavə edirəmsə, demək ki, azalacaq. Yaxşı, bəs bunu necə bilək? Burada demək bizim azotumuz var idi. Tutaq ki, biz bunu 1 mol götürmüşdük. Bunun da üzərinə 1 mol CO gəldik.
Onda M ortanı tapmaq lazımdır, düzdürmü? Baxın, 1 vurulsun 28, üstə gəl 1 vur 28, sonra da növ1 M1 bölünsün növ1 üstə gəl növ2-yə. Bu düsturla gedirdik də. Baxın, 1 ilə 1-i cəmlədik, 2 oldu. Bu 56 idi. 56-nı da 2-yə bölündü, yenə 28 aldı. Baxın, gördünüz, həqiqətən də dəyişmədi. Yəni, burada dəyişmir. Amma məndən nə soruşurdu? Elə dəyişməyəni soruşurdu ki, seçin. İkinciyə baxaq. İkincidə nə deyir? Tutaq ki, 1 mol oksigen qazı götürmüşəm. İkinci qabımızda 1 mol oksigen var. Üzərinə 1 mol CO gəlmişəm. Burada orta molar kütləni tapanda nə etməliyəm? Baxıram ki, 2 vurulsun 16 elədi 32, vur 1. Üzərinə gəldim 1 vur 28, böldüm bax molları cəminə, yəni 2. Burada fikir verin, orta molar kütlə nə olmalıdır? 60 bölü 2, 30. Mən baxıram ki, qazlarımdan biri oksigen idi. Molar kütləsi 32-yə bərabər idi. Bir də CO idi. Onun da molar kütləsi 28-ə bərabər idi. Mən aldığım orta molar kütlə nə oldu? Baxın, bunların arasında 30. 30 olmalıydı, düzdürmü? Bax, əvvəl 32 idi oksigen. Bu var idi yalnız. Sonra CO-nu əlavə etdikdən sonra gəldi, düşdü 30-a. Nə oldu? Azalma baş verdi. Və yaxud da ki, CH4-ə baxaq. Tutaq ki, 1 mol CH4-ümüz var və bura biz 1 mol CO əlavə eləmişik. Onda nə edirik? 1 vur 16, üstə gəl 1 vur 28, böl 1 üstə gəl 1, 2. 2-yə böldük. Nə oldu buradan cavab? 44, 44 də 2-yə böldüyümüz zaman 22 olacaq cavabımız. Demək ki, biz burada nə etdik? Bizim CH4-ümüz 16 idi, CO-muz 28 idi, orta molar kütləni 22 aldıq. Baxın, 16 olanın üzərinə CO əlavə edəndə orta molar kütlə hara getdi? 1-in 1-ə nisbəti götürəndə, 1 mol kimi götürəndə hər ikisini 22-yə qalxdı, düzdürmü? Əvvəl 16 idi, 22-yə qədər artdı, belə deyək. Artım baş verdi. Amma mənə deyirdi ki, hansı qablarda alınan qaz qarşılığında orta molar kütləsi CO-nun molar kütləsinə bərabər olar, onda mən nəyi götürməliyəm? Dəyişməyəni, yəni 28 olaraq elə qalanı. Orada da yalnız azotda aid olduğu hansı variantdır? Yalnız bir C bəndi. Keçirik 57-ciyə. Baxın, deyir ki, bu dəfə sıxlıq dəyişir. Bunun emeli, molar kütləsi 28, bu 32, bu 16. Mən bunların hər birinə CO əlavə edirəm. CO 28-dir, 28-dir, 28-dir. Baxın, burada dəyişməyəcək, çünki eyni olan əlavə eləmişəm. Burada azalma baş verəcək, burada isə artma baş verəcək. Demək, dəyişən hardadır? 2-də və 3-də. O da oldu A bəndi. 58-də sıxlığı metanın sıxlığından 2 dəfə çox olan qazın 9,6 qramının həzmini hesablayın. Baxın, sıxlığı metanın sıxlığından 2 dəfə çoxdur. Metan CH4-dür və onun molar kütləsi 16-ya bərabərdir. Deyək, sıxlığı metanın sıxlığından 2 dəfə çox olsun. Yəni 16-nı 2-yə vurmalıyım. Oldu nə? 32. Bu mənim hansısa bir X maddəmin nə idi? Molar kütləsidir. Bizə də deyir ki, həmin o X maddəsinin 9,6 qramının həzmini hesabla. Bilmirəm həzmi nə qədərdir. Normal şərait verib. Qramın aşağısına molar kütləsi düşməli idi, 32 və burada da həcmin aşağısına normal şərait dediyinə görə 22,4 düşür. V-ni hesabladığımız zaman ixtisarlarımız gedəcək və biz burada cavabı tapmış olaraq hardasa 3 qalsa, 3-ü də 22,4-ə, sonra da 3-ü 22,4-ə görəndə 6,72. Oldu A bəndi. Sonra gəlirik 59-cu suala. Baxın, CH2O. CH2O verildi və C2H6 verildi. Deyir, qarşılığına normal şəraitdə hansı qazı əlavə etdikdə qarşılığın sıxlığı dəyişməz. Molar kütləsini hesablayaq. 12, 2 vur 1, 2, bu da 16. Cəmlədik. Bizə nə verdi? 30. Burada da 12 vur 2, 24, 6 vur 1, 6 cəmlədik, oldu 30. Demək ki, biz bura molar kütləsi 30-a bərabər olan qaz əlavə etsək, həmin o qarşılığımızın sıxlığı dəyişməyəcək. O da harada var? Baxın, NO deyil, 14 üstə gəl 16, elədi 30. 60-cı sualı sərbəst şəkildə özünüz işləyirsiniz. 61-i mən izah edəcəm, 62-ni özünüz işləyəcəksiniz. Baxın, bizə nə verilib? Deyir ki, kütlə verilib M bərabərdirlər. Sıxlıqlar verilib ρ1, ρ2 və ρ3. Biz bilirik ki, ρ1 nəyə bərabərdir? M böl V-yə. Burada M böl V-yə, burada da M böl V-yə. V-lər də ki, nədir? Bizə nə verdi? Baxın, sıxlıqları verdi. ρ1, ρ2, ρ3. Hə, kütlələrimizi verib, bir də
M-lər bilirik də ki, M bölünsün V-dir. Normal şərait dediyinə görə bizim buradakı V-lərimiz 22,4-ə bərabər olacaq. Gətirib yazaq 22,4, burada da 22,4, burada da 22,4. İndi bizə deyir ki, baxın, ρ1 böyükdür ρ2-dən, o da böyükdür ρ3-dən. Baxın, ρ1 böyükdür ρ2-dən, o da böyükdür ρ3-dən. Demək ki, mən burada malyar kütlə baxımından nəzərdə saxlasam, məxrəzlərim hamısında eynidir. Harda ki, mənim malyar kütləm böyükdürsə, orada sıxlığım böyük olacaq. Demək ki, mənim burada malyar kütləm daha böyükdür. Yəni, X-in malyar kütləsi daha böyükdür Y-dən, o da böyükdür Z-dən. İndi mənə nə deyir? Molekulların sayını deyir müqayisə ilə. Biz də bilirik ki, N-nin düsturları var idi. M bölünsün böyük M, N bərabərdir N böl NA və V böl VM. Düzdür mü? İndi biz bu iki düsturdan istifadə edək. Yəni, M böl M-i bərabər eləyək N böl NA-ya. Baxın, bizim burada verilən demək məsələmizdə kütlələrimiz bərabərdir, dəyişməyəcək. Kütlələrimiz bərabərdir. İndi N-ləri tapmaq istəyirik. N-i tapanda nə olur? M vurulsun NA böl nə? Malyar kütlə. Biz də baxırıq ki, bizim M-imiz sabitdir hamısında. Yəni, üç maddədə, üçündə də eyni götürəcəyik. NA dəyişmir, sabitdir. Sadəcə burada dəyişən nədir? Malyar kütlələrimiz. Yaxşı, onda bizim bu N-lərimizi necə müqayisə edirik? Baxın, molekul sayı ilə malyar kütlə tərs asılı oldu bir-birindən. Demək ki, bizim harda malyar kütləmiz çoxdursa, hansı ki, orada ρ-muz böyükdür, orada bizim cavabımız, molekulumuzun sayı daha az olacaq. Çünki axı malyar kütlə məxrəzə düşüb. Biz də baxırıq ki, ρ1 böyükdür ρ2-dən, o da böyükdür ρ3-dən. Demək, mx malyar kütləsi böyükdür Y-dən, o da böyükdür Z-dən. Burada isə molekullar sayını tapanda əksinə yazırıq. Onda N1 böyükdür N2-dən, o da böyükdür, daha doğrusu əksinə N3 böyükdür N2-dən, o da böyükdür N1-dən. Nəyə görə? Ona görə ki, bizim malyar kütləmiz məxrəzə düşdü. Məxrəzə düşəndə bizim cavabımız daha kiçik olacaq, hansında malyar kütlə böyükdürsə. Biz də baxdıq ki, X-də malyar kütlə böyükdürsə, demək, məxrəzə düşən rəqəm böyükdür, onda mənim cavabım kiçikdir. Baxın, N1 kiçik oldu. Z-imin malyar kütləsi kiçik idi, yəni məxrəzə düşən cavabım kiçikdir, onda alacağım cavab molekul sayı daha böyük olacaq. N1 kiçikdir N2-dən, onda kiçikdir N3-dən oldu. 62-ni özünüz sərbəstlikləməyə çalışarsınız, 63-ə baxaq. Baxın, uşaqlar, burada belə izah edeyim. Deyir, qazın sıxılma prosesi üçün hansı ifadələr doğru deyil? Tutaq ki, bizim burada bir dovşanımız var. Baxın, bir dovşanımız var burada. Dovşanı da çəkəmirəm, neysə. Yaxud da ki, hər hansı bir heyvanımız var, məsəl üçün, bunun içərisində. Baxın, təzyiq göstərildiyi zaman neyinir? Başlayır buradan sıxılma. Yəni, bizim bunun içərisində, qabımızın içərisində olan, tutaq ki, deyirəm, heyvanımız, məsələn, pişikdir, itdir, hər nədirsə, biz onu gizlətmişdik ki, heç kim onu görməsin, misal üçün. Təzyiq göstərirlər. Buradan tutaq ki, hər hansısa bir qutuya qoymuşuq və o qutunun üzərinə gətirib bir neçə əşya yığdılar, bilmədən. O zaman bu içəridə olan bizim o pişiyimiz, tutaq ki, neyinir? Başlayır sıxılmağa, bükülməyə. Çünki axı təzyiq göstərirlər. Ona zərər gəlməsin deyə bükülür. Burada bizim həmin o, tutaq ki, pişiyimizdir, dovşanımızdır, hər nə, belə deyək də, hər hansı bir canlı götürmüşük. Odur, neyniyəcək? Başlayır sıxılmağa. Orada onun sayı dəyişdi. 1 idi, 2 oldu, 2 idi, 3 oldu. Yox, sayı dəyişmədi. Sıxlıq neynədir? Artdı, büküldü. Axı sıxlıq artdı. Ona görə azalır, sərtdir. Kütlə çəkisi tutaq ki, 2 kiloqram idi. Azaldı 1 kiloqram oldu və yaxud da ki, artıb 3 kiloqram oldu. Yox, azalmadı. Kütlə də dəyişmədi. Burada demək ki, bunlar səhvdir. Mol miqdarı dəyişmir, bu isə doğrudur. Yəni, mən ora bir dovşan qoymuşamsa, bir pişik qoymuşamsa, nədir? Elə o qədər də qalacaq. İndi bunu belə başa düşək də. Tutaq ki, bizim bir balaca bir bacımız var və yaxud da qardaşımız var. Mən də özümə bir pişik gətirmişəm ki, saxlayayım. Və istəyirəm ki, məndən balaca olan bacım, qardaşım görməsin pişiyi. Çünki incidəcəklər. Neynirəm? Onu bir qutunun içərisində qoyuram. Mənim o bacım və yaxud da qardaşım da gəlir burada. Həmin o qutunun bilmir nədir.
qapağının üzərinə başlayır oyuncaqlarını yığmağa. Əşyalarını yığır və yığdıqca da təzyiq artdıqca qutunun qapağı neynir? Aşağı düşməyə başlayır. Və oradakı canlı, yəni pişiyim, tutaq ki, neynir? Başlayır sıxılmağa. Və say dəyişmir. Onun çəkisi dəyişmir. Sadəcə dəyişən nə oldu? Sıxlıq. Demək ki, burada doğru deyil deyəndə sıxlıq artırdı. Kütlə dəyişmirdi. Mol miqdarı dəyişmir, düzdür deyə 1, 2 dəyişməyənləri götürəcəm. O da olacaq harda? A bəndində. Sonra gəlirik 65-ci suala. Deyir, havadan yüngül, havadan ağır, havadan yüngül, havadan ağır. Bir-biri ilə reaksiyaya girməyən X, Y, Z və T qazlarının hansılarını istənilən nisbətdə qarışdırdıqda alınan qaz qarşısının orta molyar kütləsi 29-dan kiçik olar. Baxın, havanın orta molyar kütləsi 29-a bərabərdir. Mən elə qazlar götürməliyəm ki, onları qarışdırdığım zaman orta molyar kütlə 29-dan kiçik olsun. Əgər hər hansısa bir qazım, havadan yüngül deyəndə, bəli, 29-dan kiçik olan götürəcəm. Məsəl üçün, bunu götürək özümüzdən, tutaq ki, 28. Havadan ağır deyəndə, misal üçün, götürək 30. Havadan yüngül deyəndə, məsəl üçün, götürək 25. Havadan ağır deyəndə, götürək, tutaq ki, 32. Baxın, mən 29-dan kiçik olması üçün hansıları götürməliyəm? Əlbəttə ki, əgər bir qazımın molyar kütləsi 29-dan böyük, biri 29-dan kiçik olsa, o 29-dan kiçik kimi götürə bilmərəm. 29-a bərabər olacaq məsəl üçün. Amma hazırlamaq olar da, yəni havanın sıxlığına bərabər olan qazı. Amma mən 29-dan kiçik olan axtarıramsa, deməli, nələri götürməliyəm? 28 və 25, yəni havadan yüngül olan qazları. 28 və 25-dən, tutaq ki, hər birindən 1 mol götürmüşəmsə, 1 mol vurulsun 28, üstə gəl 1 vurulsun 25, böldüm molları cəminə 1 üstə gəl 1-ə 2-yə. Burada da nə oldu? 24 götürüm buradan belə tam rəqəm alımda. Bu da eləsin nə qədər? 52. 52-ni də 2-yə böldüyüm zaman fikir verin, baxın 26 alacam. Gördünüz? 29-dan kiçik oldu. Demək ki, mən orta molyar kütləsi 29-dan kiçik olan qaz almaq istəyirəmsə, sıxlığı havanın sıxlığından az olan qazları götürməliyəm. Yəni havadan yüngül olan qazları götürməliyəm. 66-cı sualda deyir ki, sıxlığı ρ1, kütləsi m1, mol miqdarı ν1 olan qaz ilə sıxlığı ρ2, kütləsi m2, mol miqdarı ν2 olan qazı sabit həcmli qapalı qabda qarışdırdılar. Normal şərait verib. Qazlar bir-biri ilə reaksiyaya daxil olmursa, alınan qaz qarışığı üçün hansı ifadələr doğrudur? Baxın, biz burada molları cəmləyə bilərik. Kütlələrini cəmləyə bilərik. Amma heç bir zaman qarışıq sıxlığını cəmləyə bilmərik. Orada orta molyar kütləni tapmaq lazımdır. Yəni, M orta hesablayırdıq. Baxın, onu hesablamaq lazımdır. Burada da deyir ki, hansı ifadə doğrudur? Doğru olan 1 ilə 2-dir. Amma 3-cü isə artıq yanlış olacaq. Ona görə D bəndi doğru cavabımızdır. 67-ci sualda CnH2n+2 qazının normal şəraitli sıxlığı A-ya bərabərdir. R'muz A-ya bərabərdir. Normal şərait dediyinə görə V-miz 22,4-ə bərabərdir. Və bizim düsturumuz var. Rho bərabərdir. M bölünsün V düsturu. Burada biz M-in yerinə nə yazmalıyıq? Rho V. Rho-nun yerinə A yazsam, V-nin yerinə 22,4 yazsam, mənim molyar kütləm 22,4 A-ya bərabər olar. Molyar kütləni necə tapırdıq? Burada verilən Cn H2n+2-dir. Bilirik ki, karbonun nisbi atom kütləsi 12-dir. Sayda n olduğuna görə n-ə vurduq. Üzərinə gəldik. Hidrogenin nisbi atom kütləsi 1-dir və onu sayına vuranda 2n+2-yə cəmlədiyimiz zaman oldu 14n+2. Yəni, mənim molyar kütləmi tapanda 14n+2 nəyə bərabər oldu? 22,4 vurulsun A-ya. Bizdən nəyi soruşur? Deyir, n-i hesablayın. N-i hesablayaq. N-i hesablayanda 22,4 A-dan 2-ni çıxıb 14-ə bölməliyim. Amma neynirəm? Baxıram ki, belə bir cavab yoxdur. Demək ki, sürətdəki 2-ni mötərizə xaricinə çıxardacağım. Onda qalacaq 11,2 A çıx 1 böl 14. 2 və 14 ixtisar isə burada 7 qalar. Cavabım da olar 11,2 A çıxılsın 1 bölünsün 7. O da D bəndində öz əksini tapmış olar. Keçək növbəti sualımıza. Burada da eynidir. Bunu sərbəst şəkildə özünüz işləyəcəksiniz. 69-da deyir, normal şəraitdə qazların sıxlığının onların molyar kütləsindən asılılıq qrafikini göstərin. Rho bərabərdir M bölü V düsturunda əlbəttə ki, bizim molyar kütləmizdə R'muz düz asılı olacaq, yəni B. Sonra deyir, sabit həcmli qazların sıxlığının onların kütləsindən asılılığı. Yenə də burada
Kütlə ilə düz mütənasib olacaq. Yəni nə olar onda bizim cavabımız? Düz mütənasib B bəndində. Sonra 71-i mən yazacağam. Bundan oxşar olan 72 var. Onu özünüz sərbəst şəkildə işləməyə çalışırsınız. Sadəcə diqqətli olaq. Müəyyən temperaturda sabit həcmli qapalı qabda 1 mol C2H6 var. Sonra deyir, bu qaba 1 mol hidrogen əlavə edilərək birinci qaz qarışığı alınır. Yəni onsuz da 1 mol C2H6 var idi. 1 mol da hidrogen əlavə elədilər, aldılar birinci qaz qarışığını. Sonra deyir, birinci qaz qarışığına, yəni hansı ki burada 1 mol C2H6 var, 1 mol hidrogen var idi. Bura 1 mol metan əlavə etdilər və ikinci qaz qarışığını aldılar. İndi deyir, etanın molyar kütləsi və qaz qarışıqlarının orta molyar kütlələri arasındakı münasibət necə olar? Etanın molyar kütləsi nəyə bərabər idi? Biz buradan baxırıq ki, 30-a bərabərdir. Gəlin indi burada orta molyar kütləni tapaq. Orta molyar kütləni tapanda 1 vurulsun 30, növ1 M1 üstə gəl növ2 M2 bölünsün növ1 üstə gəl növ2 üstünə əsasən gedirəm. Üstə gəl 1 vur 2 böl mollar cəmi 1 üstə gəl 1 2. Baxın burada 32 böl 2 16 tapdım. Sonra gəlirəm ikinci qaz qarışığına. 1 vur 30, üzərinə gəldim 1 vur 2, üzərinə gəldim 1 vur 16 və mollar cəmi 1 1 1 oldu 3. Bu da oldu 48 böl 3 16. İndi mən müqayisə eləyəndə necə yazacağam? Baxın. Demək C2H6 MC2H6 nə idi? 30 idi. Bunu yazdıq. M orta 1 bu oldu 16. M orta 2 də oldu nə? 16. Müqayisə eləyəndə onda C2H6-nın molyar kütləsi böyükdür M orta 1-dən. Birinci qaz qarışığı ilə ikinci qaz qarışığında orta molyar kütlələri bir-birinə bərabərdir. Demək ki, bizim doğru cavabımız harda olacaq? A bəndində. Sonra gəlirik 72-ni siz sərbəst işləyirsiniz 73-ə. Deyir ki, qaz qarışıqlarında, hansı qarışıqlarda daha doğrusu oksigenin kütlə payını artırdıqda qarışığın orta molyar kütləsi azalır. Gəlin baxaq. Tutaq ki, biz birin birə nisbəti götürmüşük. Birinciyə baxaq, birinci qaz qarşısında 1 mol bizim azotumuz var. Tutaq ki, 1 mol da oksigenimiz var. Bunun orta molyar kütləsini tapanda nə etməliyəm? 1 vur 28, üstə gəl 1 vur 32, böl mollar cəmi 1 üstə gəl 1 oldu 2, 60-ı da 2-yə böləndə 30. Baxın, bizim burada qazımız 28 idi, bu 32 idi. Orta molyar kütləni tapdım 30. Əgər mənim oksigenimin kütlə payını artırsam, baxın, oksigenimin axı molyar kütləsi çoxdur, mol miqdarını artırsam, yəni kütlə payını artırsam, mənim cavabım 30-dan 30 ilə 32 arasında olacaq. Bax, oksigenin miqdarını artırıramsa. Yox, əgər azotun miqdarını artırsaydım, onda 28 ilə 30 aralığında cavab alardı. Deməli də deyir ki, kütləsi azalsın. Mən baxıram ki, burada oksigen əlavə eləyəndə 30-dan 32 aralığında cavab almağa başladım. Əvvəl 30 idi, 30 və 32 aralığında cavab alıramsa, demək nədir? Burada artım baş verdi. Sonra keçirəm ikinciyə. Baxıram N2O, tutaq ki 1 mol götürmüşəm, 1 mol da oksigen götürmüşdüm. Bu 28 üstə gəl 16, 44 oldu. Bu da 32 oldu. İndi orta molyar kütləni tapsam, 1 vur 44 üstə gəl 1 vur 32 böl 2 yazsam, bu elədir nə qədər? 76 böl 2, 38. Mən də baxıram ki, burada 44 idi, 32 idi. Neçə aldım cavabı? 38 aldım. İndi nə deyir? Deyir ki, baxın, oksigenin miqdarını artırsam. Oksigenin miqdarını artırsam, baxın, 38 ilə 32 aralığında cavab alacaq. N2O-nun miqdarını artırsam, 44 ilə 38 aralığında cavab alacaq. Demək ki, mən oksigenin miqdarını artırdığım zaman, baxın, 38 ilə 32 aralığında cavab alırsa, 38-dən aşağı düşəcək, azalacaq. Demək, biri bu 2-dir. Sonra üçüncüdə isə CO verilib və O2 verilib. Baxın, bunun molyar kütləsi 28, molyar kütləsi 32. Orta molyar kütləni tapsam, 28 üstə gəl 32, 60 bölü 2, 30 olur. Oksigenin miqdarını artırsam, 30-32 aralığında cavab alır. Yəni, artım baş verdi. CO-nun miqdarını artırsam, kütlə payını artırsam, 28 ilə 30 aralığında cavab alır. Demək ki, elə burada azalma harda baş verdi? Yalnız ikincidə baş verdi. B bəndi. 74-cü suala baxırıq. CO2 və O2-dən ibarət qaz qarışığında bir karbon atomuna 5 oksigen atomu düşürsə,
CO2-ni yazdıq, oksigeni yazdıq. Ta ki mənim bir karbon atomum var. Bunun sayını dəyişmirəm. 1 mol kimi götürdük. Ancaq oksigen atomum olmalı idi 5 dənə. Burada ikisi var. Demək 3-ü çatmır. Mən bu 2-ni 3-ə çatdırmaq üçün nə etməliyəm? 1,5 mol götürməliyəm. Bunu belə tapdıq. Bizə də deyir ki, həmin o qarşılığın heliuma görə nisbi sıxlığını hesablayın. Birinci M ortanı hesablamaq lazımdır. M ortanı necə hesablayırdıq? Növ1 M1, növ2 M2 bölü növ1 üstəgəl növ2 düsturuna. Yəni növ1 M1, növ2 M2-ni cəmləyib böldük növ1 üstəgəl növ2-yə. Burada 1-i vurdum nəyə? CO2-nin molyar kütləsinə 44-dür. Üzərinə gəldim. 1,5 vurulsun. Oksigenin molyar kütləsi 32. Böldüm cəmə 2,5-ə və bilirəm ki, onsuz da mən burada heliuma görə sıxlıq deyəndə bu M ortanı nəyə bölməliydim? 4-ə bölməliydim. Elə birbaşa bunu da 4-ə bölürəm. Burada oldu 44. 44-ün üstünə elə bir bunu 2-də 3-ü vururam 32-yə. 32 ilə 2 yaxşı getdi 16. 16-nın 3 vuranda 48. 44 ilə 48-i toplayanda elədi 92. 92, 2,5-i də 4-ə vuranda elədi 10. 92-ni də 10-a böləndə cavabı tapdım. 9,2. Doğru cavabımız oldu A bəndində. 75-ci suala baxıraq. Deyir, qarşının orta molyar kütləsi. Buradan çarpaz xətt üsulundan istifadə edərik. Baxın, burada CH4 verildi və H2 verildi. Baxıram ki, orta molyar kütləm 7,6-dır. M1 16 idi, bu da 2-dir. Baxın, burada nə edirik? Böyükdən kiçiyə çıxaraq. 16-dan 7,6-na çıxacağım. Qaldı 4. 5'də 8,4. Sonra burada yenə 7,6-dan 2-ni çıxaraq. Baxın, nə aldıq? 5,6 aldıq. İxtisar gedərmi? 5,6 ilə 8,4. 4-ə ixtisar getsə, 10-a vurub 4-ə ixtisar yaparsam 14 qalar. 4-ə ixtisar getsə 21 qalar. Yenə 7-yə ixtisar gedər. Bura 3 düşər, bura 2 düşər. Demək, mənim nisbətim necəymiş? Tutaq ki, 2 mol CH4 götürmüşəmsə, 3 mol da H2 götürmüş olmalıyam. Amma burada dəqiq nisbət, dəqiq deyil, bu 2 mol götürmüşəm, 3 mol götürmüşəm. 4, 6 da ola bilər. Məsəl üçün, 3 dəfə artıq da ola bilər. Məsəl üçün, 6, 9 da ola bilərdi və s. Ancaq burada mən elə bir ki, nələrəsə ixtisar aparmışam. Gəlib sonda 2, 3 nisbəti almışam. Demək, 2-3 nisbətdirsə, məndən də qarşıda qazların mol payını soruşursa x, y, mən neyinirəm? Baxın, bu mol payı 2-ni, tutaq ki, metanın mol payını tapmaq istəyirəm. Bölməliyəm nəyə? Ümumiyə, yəni 5-ə, vurmalıyam 100-ə. Buradan da 5 ilə 100 ixtisar getdi 20, 20-ni də 2-yə vuranda 40 oldu. Demək, CH4-ümün mol payı nə qədər idi? 40. Əgər ümumim 100-dürsə, 100-ün 40-ı CH4-ün payına düşübsə, onda 60'ı da düşəcək hara? Hidrogenin payına. 40, 60. Bu da doğru cavab harda var? A bəndində var. Sonra keçirik 76-cı suala. Baxın, burada verilib CH2, CH4, CH6. Kütlə 174 qramdır və 12 mol sonunda CO2 alınır. Qarşılığın tam yanma məhsulu. Biz də bilirik ki, bu maddələr yanında sonunda, yəni bu maddələrin əksəriyyəti yanında CO2, H2O alınır. Bir dənə azotlu birləşmələrdə diqqətli olur. Əlavə olaraq N2 alına bilir. Ancaq burada əlavə bir maddə görmürəm, element görmürəm. Karbohidratlardır. Ona görə də yananda karbon qazı ilə su alınmalıdır. Mən də baxıram ki, ümumi mənim kütləm 174 idi, düzdürmü? Əgər sonda 12 mol CO2 alınıbsa, demək ki, bu qarşılığın 174 qram idi. Baxın, 12 mol CO2 deyəndə burada 12 dənə karbon var deməkdir. 12 dənə karbonumun kütləsi nə olar? 12 vur 12. Hesablayaq. 24 üstəgəl 12, 144 etdi. Demək ki, mənim bu birləşməmdə, yəni bilmirəm hansından neçə mol götürmüşəm, ümumilikdə 12 dənə karbon var və 12 dənə karbonun kütləsi 144 qramdır. Bu 174-dən, yəni ümumidən 144-ü çıxıram. Cavabı aldım 30. Qalanım nəyin payına düşdü? Əgər 174-ün 144-ü karbon idsə, demək qalanım nə olacaq? Hidrogen. Və bilirəm ki, bir dənə hidrogenimin nisbi atom kütləsi 1-ə bərabərdir. Burada da 30 qram hidrogenim varsa, demək ki, neçə dənə hidrogen var? 30-u 1-ə böləndə tapıram 30 hidrogen. Mənim sonda 12 mol CO2-mə görə bildim ki, əvvəldə 12 mol karbonum var idi və 30 dənə də hidrogenim var.
Onda atomların ümumi sayını soruşanda necə tapıram? 12-nin üzərinə 30-u gəlirəm, elədi 42. Onda atom sayını tapanda NA-ya da vururam, 42 NA kimi götürürəm cavabı. Gəlirəm bura, 77-də. Baxın, CH4 verilib, CH6 verilib. Qarışığın deyir hidrogenə görə sıxlığının qarşıdakı metanın mol payından asılılığını müəyyən edin. Axı biz burada görürük ki, metanın mol payı verilib. Baxın, birinci məsəl üçün bunu götürsəm, burada metanı 0% götürüblər. Burada isə metanı 100% götürüblər. Onda belə edək, CH4 və CH6. Bir dəfə metanı 0% götürürəm, onda 100% CH6 olacaq. Birində də metanı, baxın burada ikincisi də 100% götürüb, 100% götürürəm. Onda mənim CH6-ım nə qədər olacaq? 0%. Buradan nə edirik? Birincidə M ortanı hesablayaq. M ortanını hesablamaq üçün nə etməliydik? Nü1, M1 və ya da ki, F1, M1 üstə gəlir F2, M2 və F1 üstə gəlir F2 faizlərlə gedirdik də. 16-nı vururam 0-a, üzərinə gəlirəm 100 vur 30. Bölürəm 0 ilə 100-ün cəmi, yəni 100-ə. Buradan tapdım nə? Onsuz da bu 0 oldu. Burada da 30 vurulsun 100, yüzlərim yaxşıya getdi, 30 tapdım. M ortam 30-a bərabərdir. Ancaq nə deyir? Hidrogenə görə sıxlıq deyir. DH2 deyəndə nə etməliyəm? 30-u da 2-yə bölürəm, oldu 15. Sonra baxıram ikincisiyə. Burada mənim metanım 100%-dir. Yəni 100-ü vururam 16-ya, üzərinə gəlirəm 0 vur 30, bölürəm 100. Buradan da hesablayıram ki, bu 0 vur 30-u çıxsam, yüzlərim yaxşıya getsə 16. DH2-ni də tapanda M orta 16-nı bölməliyəm 2-yə bərabər olacaq 8. İndi fikir verək qrafikimizə. Bizim qrafikimizdə metanın mol payını belə deyək də 0 götürəndə, baxın 0 götürəndə metanı nə qədər aldıq DH2-ni? 15. Gətirib burada işarələyirik 15-də. Yox, metanı 100% götürəndə, baxın burada tutaq ki götürdüm. Onda nə aldım DH2-ni? 8. Gətirib onu da burada işarələyirəm. Onda mənim qrafikim 15-dən başladı, baxın 8-də bitdi. Bu şəkildə götürürəm. Yəni doğru cavabımız B bəndində öz əksini tapacaq. 78-ə baxırıq. Hansı qazlar cütündən sıxlığı havanın sıxlığına bərabər olan qarışıq hazırlamaq olar? Havanın molyar kütləsi, orta molyar kütləsi 29-dur. Mən o zaman hazırlaya bilərəm ki, biri 29-dan kiçik olsun, biri 29-dan böyük olsun. Bura baxıram. Oksigen 32, CO2 44. Buradan hazırlamaq olmaz. Hər ikisi 29-dan böyükdür. Burada biri 32, biri 17. Bəli, hazırlaya bilərdim. Burada biri 32, biri yenə 14 üstəgə 32, 46. Böyükdür, hazırlaya bilmərəm. Burada 32, 16 hazırlaya bilərəm. Biri 29-dan böyük, biri kiçikdir. Burada 32 və 30. 29 arada yerləşmədi. Ona görə hazırlaya bilmərəm. 2, 4 oldu. 79-cu suala baxaq. Bizə deyir ki, D helium 10-a bərabərdir və oksigen, CO2 qazları verilib. Baxın, D helium 10-a bərabərdirsə, biz heliuma görə sıxlığı tapanda həmin o qazın orta molyar kütləsini bölməliyik 4-ə. Baxın, onda 10 verib. Demək, mənim orta molyar kütləm nəyə bərabərdir? 4 vur 10-la 40-a. Gətirib 40-ı yazdıq bura. Oksigen 32 idi, CO2 də 44 idi. Görək hansı nisbətdə verilib bunlar. Dedik, nə edirik? Böyükdən kiçiyə çıxmalıyıq. Baxın, burada 40-dan 32-ni çıxıram 8, burada da 44-dən 40-a çıxıram 4. İxtisar apardım 1, 2. Demək, oksigenimi tutaq ki 1 mol götürmüşəmsə, CO2 ondan 2 dəfə artıq olacaq. 1-in 2-yə nisbəti. Burada da baxıram. Oksigenimin bu birincidə. Oksigeni 50 verib, CO2-ni 100 verib. Həqiqətən görürəm ki, CO2 oksigenden 2 dəfə artıqdır. Birincini götürə bilərəm. Gəldik burada ikinciyə. İkincidə oksigeni 300 verib, amma CO2-ni 100 verib. Bu ola bilməzdi. Üçüncüdə, baxın, oksigen 100, CO2 ondan 2 dəfə çox. Bəli, götürə bilərəm. Dördüncüdə oksigen 150, CO2 50. Burada 3 dəfə çox oksigen oldu. Olmazdı. Demək, 5-cidə də 150 oksigen verib, 300 də CO2. CO2 həqiqətən oksigenin 2 dəfə çox oldu. Burada 1, 3, 5 olacaq doğru cavabımız. Eyni qayda ilə 80 işləyirsiniz. 81-ə baxaq. Deyir, XO qazının normal şəraitdə sıxlığı 1,25-ə bərabərdir. R'muz 1,25-ə bərabərdir və bizə normal şərait deyir. Yəni, B-imiz də bərabərdir 22,4-ə. Biz buradan nəyə tapa bilərik? Molyar kütləni. R'o vurulsun V. Onda nə edək? Yüzdə 125-i vurum, onda 224. Belə yazım. 125 və 125 yaxşıya getsin 5. Burada qalsın 4.
Bu 5 ilə bu 10 ixtisar getsin 2. 2 ilə 224 ixtisar getsin 112. 112-ni də 4-ə böləndə tapım 28. Demək, mənim molyar kütləm 28-ə bərabərdir. XO maddəsi verilmişdi. Onun molyar kütləsini hesablamaq üçün x üstəgəl 16 yazıb, sonra da 28 tapdım. 28-ə bərabər edirəm. X-im də bərabər olacaq buradan 12. Demək, mənim doğru cavabım nə oldu? X-imin nisbi atom kütləsi 12-dir. 82-ci suala baxırıq. A mol CO2 verilib, A mol CH4 verilib və ümumi qarışıq 160-dır. Metanın kütləsini soruşur bizdən. Biz birinci A-ları tapaq görək. Onlar neçə mol verilib? Kütlənin, baxın, SO2-nin kütləsini tapanda nə etməliyim? Molunu vurmalıydım. Molyar kütləyə, yəni 64-ə. Oldu 64-ə. Üzərinə gəlirəm CH4-ün kütləsini. Molunu vururam yenə molyar kütləyə. O da elədi 16. Cəmlədim, bizə verdi 160. Baxın, bu 80A bərabərdir 160-a. A-nı buradan nə tapıram? A-nı tapdım 2. Demək ki, burada metanın kütləsini soruşanda, axı metanı A mol CH4 kimi vermişdi. Onda metan A-ya 2 yazıram, CH4-də 16-ya vuranda cavabım oldu 32. Sonra 83-də deyir 3 mol etan, 3 mol etan götürürəm, C2H6 və 2 mol azot 2 oksid NO. İbarət qaz qarışımında hidrogenə görə nisbi sıxlığını hesablayın. Mən birinci bunun M ortasını hesaplamalıyım. Onda nü1 M1 üstəgəl nü2 M2 bölünsün nü1 üstəgəl nü2 düsturundan istifadə edirəm. 3 vur C2H6-nın molyar kütləsi 30. Üzərinə gəldim 2 vur NO, o da 30 elədi. Bölürəm nəyə? Mollar cəminə, yəni 5-ə. Baxıram buradan 90 üstəgəl 60 böl 5. 150-ni də 5-ə böləndə tapdım 30. İndi məndən nə soruşur? Deyir ki, hidrogenə görə nisbi sıxlıq DH2-də bərabərdir. Həmin orta molyar kütləni, yəni 30-u bölməliyəm hidrogenin molyar kütləsini 2. Tapıram cavabı buradan 15. Demək, doğru cavabımız nə oldu? 15. 84-cü suala baxaq. Burada nə verib? Reaksiyadan əvvəlki qaz qarışımında deyir, oksigenin mol payını hesablayın. Baxın, hidrogendir, oksigenlə reaksiyaya girdi, alındı nə? Su. Və əmsallaşdırıram, bərabərləşdirirəm, yəni sağdan solu. Baxıram ki, burada mənim 100 ml hidrogenim var. Və deyir, reaksiyadan əvvəlki qaz qarışımında oksigenin mol payını hesablayın. 100 ml hidrogenim var. Bilmirəm, oksigenim nə qədər sərf olunub, 50 ml oksigenim artıq qalıb. Demək ki, tam sərf olunan hidrogendirsə, mən tənasüb qurub oksigenin sərf olunan miqdarını tapa bilərəm. Millilitr verib millilitr, aşağıya da 2 vuru 22.4, bura 1 vurulsun 22.4 düşərdisə həcmlər. Onda mən elə nisbət şəklində yaza bilərəm. Yəni 2, 1 kimi yaza bilərəm burada. Mollar kimi 2, 1. Buradan da x-i tapanda nə oldu? 50. Baxıram ki, mənim hidrogenim 100 sərf olunanda oksigenim 50 sərf olundu. Və 50-si də artıq qalmışdı. Demək, əvvəldə nə qədər oksigenim var idi? 100 ml. Məndən nə soruşur? Əvvəlki qaz qarışımında, hansı ki, orada 100 ml hidrogen var idi, tamamilə sərf olundu. 50 ml hidrogenim sərf olunub, 50-si artıq qalıbsa, demək, əvvəldə 100 ml oksigenim də var idi. Oksigenin mol payını soruşanda da hər ikisinin, baxın, həcmləri bərabər olduğuna görə, demək ki, mənim mol payım deyəndə də nə götürəcəm? 50%, 50% kimi götürəcəm. Demək, faizim nə oldu? 50% oldu. Sonra 85-ci tapşırığı özünüz işləyirsiniz. 86-ya baxırıq. CH4 verilib və oksigen qarışığı verilib. Deyir, bunların kütləsi 72 qramdır. Bu qarışıqda metan və oksigen molekullarının sayının bərabər olduğu. Baxın, molekulların sayı deyəndə biz nü bərabərdir, n bölünsün, n düsturundan istifadə edib tapmalıydıq, düzdürmü nünü? Burada bizim molekul sayılarımız hər ikisində bərabərsə, yəni n-lərimiz bərabərdir. n-lərimiz də bərabərsə, nülərimiz eyni olacaq deməkdir. Yəni bunu da A mol götürürüm, bunu da A mol götürürüm. Baxıram ki, onda A vurulsun 16. Üzərinə gəlirəm nə? Burada 32A. Bərabər oldu nəyə? 70, qarşının kütləsi deyil, 72 qramdır. 16A üstəgəl 32 alındı, 72. Deyir ki, metan və oksigen molekullarının sayına bərabər olduğunu bilərək oksigenin kütləsini hesablayın. Gəlin buradan A-nı tapaq. Nə qədər elədi? 48A bərabərdir 72-yə. A-nı da buradan tapanda 72 böl 48, 2 yatsa getsə 36 böl 24, sonra 3
12 gətirsə 3/2 olar. Yəni 1,5 alaram cavabı. Məndən də oksigenin kütləsini soruşursa, A-nı tapmışam 1,5. Yəni 2-də 3 kimi yaza bilərəm. Oksigenin də maliyyə kütləsi 32-dir. Onda vuranda 2 vur 16, 2 vur 2 ilə 32 getdi 16. 16-nı da 3-ə vuranda cavabı tapdım 48. Sonra 87-də deyir, eyni sayda oksigen atomu olan CO və SO2-dən ibarət qaz qarışımının helyuma görə nisbi sıxlığını hesablayın. Baxın, mən burada eyni sayda oksigen atomu götürmüşəmsə, burada oksigen atomu 1-dir, burada 2-dir. Onda neyniyim? Bura 1, 2 yazım, bura 1 yazım. Demək ki, 2-ni 1-ə nisbəti kimi götürürəm. Demək, qarışığın da helyuma görə sıxlığını hesablamaq üçün birinci M ortanı tapmalıyım. 2 vur 28, üstə gəl 1 vur 64, böl 2 üstə gəl 1, yəni 3. Bu da nə qədər elədi? 56 üstə gəl 64 böl 3. 120-ni də 3-ə böləndə düşdü 40. İndi helyuma görə sıxlıq da deyəndə həmin o M ortanı neynəməliyəm? Bölməliyəm 4-ə. Yəni 40-ı 4-ə bölürəm, cavabı tapıram 10. Sonra 88-ci sualdır. Deyir ki, qaz qarışığı verilib CH4, bir də C3H8. Karbon atomlarının sayı bərabərdir. Bərabər eləmək üçün, baxın, burada 3 dənə karbonum var, burada 1 dənədir. Amma bərabər eləməliyəm. 3-ə gətirək gəlin. 3-ə gətirəndə mən CH4-ü 3-ə vurmalıyım, burada 1 yazmalıyım. Demək, 3, 1 nisbətində götürməliyəm. Və onda qaz qarışımının orta molekül kütləsini hesablayanda yenə M orta düsturundan istifadə edəcəm. 3 vur 16 metanın maliyyə kütləsi üstə gəl 1 vur C3H8-in propanın maliyyə kütləsi böl onların molları cəmi, yəni 4. Nə qədər elədi? 48 üstə gəl 44 böl 4. Bu elədi 92. 92-ni də 4-ə böləndə 2 dəfə, 12-də də 3 dəfə 23 olar cavabı. Sonra gəlirəm növbəti tapşırığa. 89 eynisidir. Sözünü sərbəst şəkildə işləməyə çalışarsınız. 90-a baxaq. Nə verib? C3H4 verib. C2H6 verib. Normal şəraitdədir. Həcmi 8,96-dır. Gəlin biz bunu mola çevirik. Axı nü bərabər idi. V böl Vm düsturundan istifadə edə bilərik. Burada V-ni yerinə 8,96 yazıram. Normal şərait dediyinə görə V-min də yerinə 23,4 yazıram. 100-ə vursam hər iki tərəfi 896 ilə 224 8 aşağıya bir 10 düşübsə, bura 4. Taparam ki, mənim ümumi mol miqdarım 0,4-ə bərabərdir. Baxın, bu 0,4 moldur və 13 qramdır. Məndən də soruşur ki, mol saylarını tapın. Birini x verib, birini y verib. Onda belə eləyə bilərik. Mol sayları 0,4-ə bərabərdirsə, x üstə gəl y bərabərdir, 0,4 kimi götürərəm. Kütləsi deyəndə, baxın, maliyyə kütləni vururam moluna. Yəni, birincidə oldu 40 vur x, üzərinə gəldim. İkincidə 30 vur y. Bu da nəyə bərabərdir? 13-ə. Gəlin, birincidə x, y-lə əvəz edək. X bərabərdir 0,4 çıxılsın y. Gətirək onu burada yerinə yazaq. 40 vurulsun 0,4 çıxılsın y. Üstə gəl 30y bərabərdir 13. Buradan da 4-ü vuranda 16, 160 idi. 160 da 10-a böləndə 16, çıx 40y, üstə gəl 30y bərabərdir 13-ə. Demək, 16 çıx 10y bərabərdir 13-ə. 3 burada qalsa, 10y bu tərəfə keçsə, y-i biz taparaq 0,3. Məndən elə nəyi soruşurdu? Y-i soruşurdu. Ona görə 0,3 tapmış olaram. 91-ci suala baxaq. Deyək ki, qaz qarışığının tərkibi CH4-dür və hidrogendir. Protonlarının sayı 3N-dir. Qarışıqda neutron sayı N-dir. Qaz qarışığının orta molekül kütləsini hesablayın. Biz nə edirik? Burada bilmirik hansından nə qədər götürmüşük. Bir x qədər qəbul edək. Bunu da y qədər qəbul edək. Proton sayını tapanda protonumuz burada nə qədər? Gəlin bir proton yazaq bura. Burada neutron yazaq. Proton, baxın, 6 karbona aiddir, 4 də hidrogenə aiddir, düzdürmü? Ümumilikdə nə qədər oldu? Bu hissədə 10 dənə proton var. Qarşıdakı əmsalı x-ə də vururum. Sonra, burada isə proton sayım 1-dir, 1-i 2-yə vurdum. 2 2-ni də y-ə vuranda 2y. Mənim proton cəmim 10x üstə gəl 2y olacaq. Neutronu da tapanda bizim hidrogenimizin neutronu yoxdur onsuz da. 1-dən 1 çıxanda 0 elədi. Burada isə karbona aiddir neutron. Yəni 6. 6-nı da qarşıdakı əmsalı x-ə vururam. Baxın, bu bərabər oldu n-ə.
Və deyir, qarşılıqda protonların sayı, yəni bunların cəmidir, bərabərdir nəyə? 3-ə. Qaz qarşının orta molyar kütləsini soruşur məndən, onda belə eləyək. Demək, bizim 10x üstə gəl 2y-imiz bərabərdir 3-ə. 6x-imiz də bərabərdir n-ə. Mən burada gətirib n-in yerinə 6x yaza bilərəm. Onda olur 10x üstə gəl 2y bərabərdir 3 vurulsun. N-in yerinə yazıram 6x. 10x üstə gəl 2y bərabərdir 18x-ə. Burada da 2y bərabərdir 8x-ə, y də bərabərdir 4x-ə. Biz bayaqdan nə yazmışdıq? Yazmışdıq CH4 x qədər. Bu saxlayıram belə. H2-ni də y qədər götürmüşdük. İndi y-in yerinə nə yazıram? 4x yazıram. Orta molyar kütləni də tapanda əvvəl istifadə edədiyimiz düstur, N1, N1 düsturu. Neyinirəm? 16-nı vururam x-ə. Üzərinə gəlirəm 2 vurulsun 4x, bölürəm molları cəminə, yəni 5x-ə. Burada da nə oldu? 16x üstə gəl 8x verdi bizə 24x. Bölürəm 5x-ə, buradan da nə qədər olacaq? 4,8 taparam cavabı. Sonra keçirik növbəti tapşırığa. 92-də deyir, müəyyən şəraitdə qapalı qabda CO və O2-dən ibarət qarışığın həcmi 100 ml-dir və bunun tam yanmasından alındığı CO2. Baxın, əvvəl bizim qaz qarışığımız 100 idi. Sonra qaz qarışığının həcmi 70 ml oldu. Baxın, 100-dən 70-ə düşdü. Burada nə qədər azalma baş verdi? 30 azalma baş verdi. Və mən əmsallaşdırıram. Bura 2 düşür, bura 2 düşür. Reaksiya tənliyimdə görürəm ki, burada mol sayı 3 idi. Reaksiyadan sonra 2-yə düşdü. 3-dən də 2-ni çıxaranda 1 azalma baş verdi reaksiya tənliyimə görə. İndi mənə nə deyir? Deyir ki, qaz qarışığının həcmi 70 ml olmuşsa, ilkin qarışıqda oksigenin həcmini tapın. Biz ilkin qarışıqda baxaq görək, nə qədər CO-muz var imiş. Demək, 30 azalma zamanı bilmirəm nə qədər CO sərf olunub, x. Amma 1 azalma zamanı CO-nun baxın, əmsalı 2-dir. 2 mol CO sərf olunub. Hadi milli olaraq götürsəm də 2 yazaq. X-i buradan tapanda nə olacaq? 30 vur 2 oldu 60. Əgər mənim 100 həcm əvvəldə qarışığım var idisə, bu 100 idisə, 100-ün 60-ı CO-nun payına düşdü. Onda 40-ı da nəyə düşər? Oksigenin payına. Amma bu oksigenin hamısı sərf olunmayıb. Bəlkə də sonda artıq qalıb, düzdürmü? Amma məndən nəyə soruşur? O lazım deyil. İlkin qarışıqda oksigenin həcmini soruşur. 100-ün 60-ı CO idisə, ilkin qarışıqda oksigenin də millisi 40 olacaq. Demək, mənim doğru cavabım nə oldu? 40. 93-cü sualda baxırıq. X qazının deyir kütləsi, yəni M2, Y qazının kütləsindən 4 dəfə çoxdur. Demək, bu 4 vurulsun M-ə bərabər olar. Belə də yazaq. Sonra deyir, X-in nisbi molekul kütləsi M2, Y-in nisbi molekul kütləsindən 2 dəfə azdır. Onda Y-in nisbi molekul kütləsi X-in molekul kütləsindən 2 dəfə çoxdur. Belə götürə bilərik. İndi deyir, X-in mol miqdarı Y-in mol miqdarından nə qədər çoxdur. Gəlin, X-in mol miqdarını tapaq. X-i tapanda nə etməliyim? M-i nü bərabərdir. M böl M düsturundan da M-i böyük M-i bölməliyim. Məsəl üçün, buraya yazdıq M2 böldüm nəyə? 2 vurulsun M X-ə. Sonra nə edirəm? Gəlirəm burada da yenə nə edirəm? Amma MX-in bərabərdir 4M Y-ə. Burada gəlib nə edək? Digərində də. Yenə nü Y bərabərdir. M böl M düsturundan istifadə eləməliyim də M Y. Gəlin burada baxaq görək. MX-in yerinə nə yaza bilərəm? Baxın, MX-in yerinə indi gətirib burada yazaq. MX-in yerinə yazım 4MY. Burada yazım MX-in də yerinə MY bölünsün 2 yaza bilərəm də. MY bölünsün 2 yaza bilərəm. İndi deyir, X-in mol miqdarı, yəni bu, bundan neçə dəfə çoxdur. 4MY böl MY, bu aşağıdakı 2 qalxır yuxarıya. Bölürəm nəyə? Bu hissəyə. Böləndə də vurmaya çevirib sürət və məxrəcin yerini dəyişə bilərəm. İndi mənim M-lərim ixtisar getdi.
emirlərim ixtisar getdi. Burada böyük emir y idi. Yerdə nə qaldı? 4 vurulsun 2, o da oldu 8. Demək ki, nədir? 8 dəfə çoxdur. Sonra 94-ə baxırıq. Nə deyir? Deyir qarışığın tərkibi C2H6, C2H2. Bu da heliumdur. Və deyir qarışığın mol sayı 4'dür. Mən bilmirəm bu nə qədərdir. X bunu, Y bunu, Z götürürəm. Qarışıqda karbonun mol sayı da 4'ə bərabərdir. İndi baxın. Burada ümumilikdə mənim X üstəgəl Y üstəgəl Z-imi nə götürürəm? 4 mol. Və mənə deyir qarşıda karbonun mol sayı. Burada nə qədər karbon var? 2X. Burada nə qədər var? 2Y. Onun da mol sayı nəyə bərabər oldu? 4'ə. Demək X üstəgəl Y-i mən nə tapdım? 2 kelime ötərsə xaricini çıxarsam X üstəgəl Y-i 2 tapdım. Mən burada gətirib X üstəgəl Y-in yerinə 2 yazsam, Z də heliuma aiddir. Z-i tapanda nə olacaq? 4 çıxılsın 2, Z də bərabər olacaq 2-yə. Demək mənim heliumum nə qədər imiş? 4 mol imiş. 4 mol heliumun da kütləsini tapanda 4 molunu vururam nəyə? Maliyyə kütləsini ayrına, daha doğrusu ayrı vururam. O da oldu 16. Sonra keçirik 94'də. Düzgün olmadım cevabı. 4 mol yox, 2 mol, üzürsən. 2 mol götürməliydim. Mən niyə 4 götürdüm? Burada baxın, 2 tapmışam. Gətirib burada çalışıb 4 yazmışam. Burada nə oldu? 2 mol oldu. 2'ni də 4'ə vurduğum zaman cevabı 8 tapıram. 95-ci sual oxşardır. Bunu özünüz sərbəst işləyəcəksiniz. 96-cı suala baxaq. Demək C2H4 verildi. CH4 verildi. Qarışıqdakı qazların ümumi mol miqdarı 4'dür. Bunu X götürsəm, bunu Y götürsəm, mol miqdarı 4'ə bərabərdir. Qarışıqda karbonun kütləsi isə 72'yə bərabərdir. İndi mənim X üstəgəl Y-im bərabərdir 4'ə. Karbonun kütləsi deyəndə 2 vur 12 vur 2, yəni 24X-im. Üzərinə gəlirəm nə? Burada 12 vur Y. 12 Y cəmləyəndə 72 verdi. Deyir neçə mol metan var? Gəlin biz buradan hesablayaq. Demək burada X, Y-lə əvəz edək. X bərabərdir 4 çıxılsın Y. Gətirib yerinə qoyaq. Əvvəlcə gəlin bu hissəni biz sadələşdirək. 2-yə ixtisar aparaq hamısını. 4'ü də hətta ixtisar gedər. Demək bu hissəni 4'ə bölsəm və hamısını 4'ə bölürəm. 4'ə bölürəm ki, biraz rahatlaşdırım cavabımı almaq üçün. 6x üstə gəl 3y bərabərdir nə? Bir dəfə 18. İndi gətirib artıq burada, baxın, x-in yerinə 4 çıxılsın y yazacağım. 6 vurulsun 4 çıxılsın y üstə gəl 3y bərabərdir 18'ə. Burada 24 çıx 6y üstə gəl 3y bərabərdir 18. Demək, bu hissə nə oldu? 18'i sola keçirsək. 8 nədir? 6 bərabər olar. Burada da mənfi 3y idi. Daha sağa keçirdiğində müsbət 3y olur. Y-i də tapdıq nə? 2. Demək bizim y-imiz 2'dir. Y hardaydı? Baxın, y buradaydı. 2 yazdıq. Ümumi mol miqdarımız da 4'ə bərabər idi. Demək ki, mənim x-im də nəyə bərabərdir? 2'yə. Məndən də metanın nəyi soruşur? Molunu soruşur. Belə metanın molu da 2'yə bərabərdir. Cavab oldu 2. Sonra gəlirəm növbəti sual, sonuncu sualdır. Baxın, növ 1 deyir, növ 2'dən böyük olarsa. Yəni birincinin mol miqdarı ikincinin mol miqdarından böyük olarsa. Gəlin baxaq. İlk əvvəl izah elədiyim test kimidir. Hidrogeni verib, bilmirəm nə qədərdir və CH4 verib, düzdürmü? Mən tutaq ki, bunların hər birini 1 mol götürsəm, orta molyar kütləm nə olar? 1 vur 2, üstə gəl 1 vur 16, böl 1 üstə gəl 1, 2. Bu da oldu 18 böl 2, 9. Mənim, baxın, burada hidrogenimin molyar kütləsi 2, CH4-ümün molyar kütləsi 16, arada aldığım M orta 9'a bərabərdir. Əgər mənim növ 1'im növ 2'dən böyüksə, baxın, bu aralıqda cavab almalıdır. İndi baxıram, 2 və 9 aralığında cavab harda var? A-da, elə A-da var. Yəni 1'ə A uyğun gələcək. Keçirəm növbətisinə. Demək, yenə 1 mol azot götürürəm təqribi. 1 mol oksigen götürürəm. Buradan M ortanı tapıram. 28 idi və
32 idi, düzdürmü? 20'yə 1 vur 28 gəl, 1 vur 32 böl 2, cavabı tapdım 30. İndi əgər mənim nü1-im nü2-dən böyüksə, demək mən bu arada cavab almalıyam. Bu ara hansı idi? 28 və 30 aralığında cavab almalıyam. 28 və 30 arasında cavab, baxın, bir dənə 29-dur. D. Sonra gəlirəm digərinə. Burada CH4 verilir. Tutaq ki, 1 mol CH4 götürdüm. 1 mol da N2 götürdüm. Baxın, burada 16, burada 28. Orta molyar kütlə 16 üstəgəl 28. Hər birindən 1 mol götürmüşəm deyə də vuranda olsa dəyişmirdi də. Elədi 44 böl 2, 22. Yenə nü1 nü2-dən böyükdür deyəndə mən nə etməliyəm? Baxın, bu arada olan cavabı götürməliyim. Yəni 16 ilə 22 arasında olan cavabı. 16 ilə 22 arasında olan bir 17 var. Bir də nə var? 20 var. Onda B ilə C-ni də bura aid eləyərəm. 1'ə A, 2'ə D, 3'ə də B, C.